Salam, bugün sizinlə birlikdə mərkəzdən keçən ox ətrafında hərəkət, yəni qayışlı ötürmə və fırlanan hərəkət, bərk cismin və kürə üzərindəki nöqtələrin hərəkəti dərslərini keçəcəyik. Birinci dərsimiz, bu dərs əsasən TR mərkəzdən keçən ox ətrafında hərəkətdir. Yəni burada fikir versəniz, müxtəlif düsturlar yazmışıq və nümunələr də var. Demək, birinci başlayır mərkəzdən keçən ox ətrafında hərəkət. Ox ətrafında hərəkət müxtəlif, bir çevre üzrə belə biz bunu göstərə bilərik. Yəni bu nöqtədən sıfır nöqtəsindən başlayıb yəni hərəkətə sıfır nöqtəsindən hərəkətə başlayıb bu bir nöqtəsinə, sonra da iki nöqtəsinə hərəkət edib. Yəni buradan bura bir radiusdur, buradandır, bura bir radiusdur. Yəni belə nəzərdə saxlamaq olar. Sonra burada məsələn eyni radiusda eyni olanlar vardır və fərqli olanlar vardır. Bu mərkəzdən keçən ox ətrafında hərəkətdə eyni olanda omeqanın omega bərabər olur. Yəni omegada biz bundan əvvəlki dərslərdən keçmişdik. Omega nə idi? Omega bucaq sürəti idi. Sonra dönmə bucağı ilə dönmə bucağı bərabər olur. Bir dəqiqə. Dönmə bucağı ilə dönmə bucağı bərabər olur. Buradan sonra N1, N2 nə idi? N1, N2 o idi ki, nə idi? Dövlətmə tezliyi, yəni bunlar bərabər olurlar. Sonra T1, T2 nə idi? Dövlətmə periodu bərabər olur. N1, N2 bu dövlətmə tezliyidir. Bölgən yadımda deyil nə idi? Bunu öyrənərəm. Sonra fərqli olanlarsa L1, L2 yol, V1, V2 sürət, A1, A2 təcil. Bunlar fərqli olurlar. L və A radiusdan həmişə düz asılıdır. Radiusdan düz asılıdır. Nümunə olaraq da biz göstərə bilərik ki, məsələn, omega bərabərdir 4 radyan böl saniyə. 4 radyan böl saniyəni biz omega 1, omega 1, omega 2 düsturundan belə göstərə bilərik ki, burada bərabər olduqları üçün omega ilə omega 1 ilə omega 2 bərabər olduğu üçün burada da yenə bərabər olacaq. Yəni 4-ü vuracaq 1-ə, yəni bərabər olacaq. Sonraki gəlir T1 2 saniyədə. Dövlətmə periodu 2 saniyədə. T2-ni tapanda da yenə burada yenə var. Baxın, burada bərabərdir. Ona görə yenə burada bərabər olduğu üçün 2 saniyədir. Sonra N1, N2 yəni eyni bərabər olduğu üçün yenə eyni eləyir. Sonra N1 dövlətmə tezliyi ilə dövlətmə tezliyi burada böyük yeni yazılıb. Səhvdir bu. Kiçik yeni yazılmalıdır. Dövlətmə tezliyi, yəni bunlar yenə bərabər olur. Sonra sürət, demək sürətdir, təcildir, sonra L1-dir. Bunlar hamısı yəni yoldur. Bunlar hamısı yəni böyük olduğu üçün, kiçik olduğu üçün mən buradan göstərmək olar da, burada kiçikdirlər də gördünüzsə. Yəni kiçik olduğu üçün bunu tapanda, bunun birincini tapanda V1 ilə V2-ni, V1-i bölü V2-yə, R1 də bölü R2-yə. R burada nədir? R1 burada 3-dür, L2 də 6-dır. Demək, burada tapanda da bunlar bölük, bizim V-miz də 4-dür. V-miz 4 olduğu üçün 4-ü bölürük V2-yə, 3-ü də bölürük 6-ya. Bu da eləyir V-nin kvadratı bərabərdir 8. Yəni çarpaz vururuq burada. V kvadratı V-nin 2, V2 bərabərdir 4 dəfə 6 4 dəfə 6 24. 24 də bölürük 3-ə 8 eləyir. Sonraki yəni A1, A2-dir. A1-i bizdə nə verib? 2 verib. A1-i 2 verib. A1-ni bölürük A2-yə. R1-ni də bölürük R2-yə. A1 2-dir. 2-ni bölürük A2-yə. 3-ü də bölürük 6-ya. Burada yenə çapraz vururuq. 2 dəfə 6, 12. 12-ni də
3'ə bölürük 4 eləyir. Sonraki düsturumuzda L1 ilə L2-ni tapmaqdır. L1 nədir? 8-dir. L1 8 olduğu üçün L2-ni də tapanda L1-i bölürük L2-yə, R1-i də bölürük R2-yə. Burada 8-i vururuq, bölürük L2-yə, 3-ü bölürük 6-ya. Burada 8-i vururuq 6-ya, L2-ni vururuq 3-ə. 8, 6, 48. 48-i də 3-ə böləndə L2 bərabərdir 16 eləyir. 16 eləyir. Yəni bunlar hamısı nümunələrdir. Yəni buna baxıb görə bilərsiniz də, yəni bunlar hamısı nümunələrimizdir belə. Hə, demək dostlar, bu video indi mərkəz qaçma bir dənə də dərs var. Bunu da izah eləyim, qoy qarşılı ötürməni və qutarsın. Demək dostlar, qarşılı ötürmə nədir? Dönmə bu nədir? Qarşılı ötürmə ilə sürüşmədən fırlanan çarxların 1 və 2 nöqtələri xətt üzərində eyni zaman müddətində getdikləri yollar eyni, bucaqlar sürətləri, dövrətmə periodları, tezlikləri, mərkəzə qaçma təcilləri müxtəlifdir. Yəni bir dənə yolla sürəti eynidir. Yəni burada var da V1 ilə L1 ilə baxın, burada var da V1 ilə V2, L1 ilə L2 eynidir. Fərqli olanlar dövrətmə periodudur. Sonra bu nədir? Bu eynidir. Hə, bu eynidir. Sonra təcil eynidir, sonra təcil eynidir, tezlik eynidir, dövrətmə tezliyi eynidir, sonra fi eynidir, sonra təcil eynidir, omega eynidir. Burada da təcillə radiusdan düz asılıdır. Bunlar da radiusdan tərs asılıdır. Demək, sonra nə gəlir? Sonra nümunə olaraq məsələn V1 5 saniyə metr bölü saniyə, V2-ni də tapanda yenə bərabər olduğu üçün 5 metr bölü saniyədir. L1-i tapanda 20 metrdir. Bölürük bunu. L2-ni tapanda yenə bərabərdir. Burada gördüyünüz kimi burada da bərabər olur. 20 olur. T1-i tapanda 15 saniyədir. T2-ni tapanda T1-i bölürük T2-yə. Bayaqki düstur kimidir. R1-i bölürük R2-yə. 15-i bölürük T2-yə. 15-i 6-ya vururuq. T1-2-ni də 2-yə vururuq. T2 də verdi 45 saniyə eləyir. N1 tapanda da 12-ni, yəni bunlar hamısı eyni şeylərdir. Yəni o bir izah elədiyim kimidir. Yəni biraz burada fərqlilik var və bunun çevrə üzrə də göstərsək, yəni belədir. Yəni qarşılı ötürmə məsələn maşında da, yəni yəni maşında da bəlkə fikir vermisiniz. Qarşılı ötürməni burada çəkim. Neçə şey oluyor? Maşında da bəlkə fikir vermisiniz qarşılı ötürməyə. Demək bu qədərdir dostlar. Sağ olun, salamat.